Salam əziz həmkarlar. Sitologiya Güvən Test Bankının izahına baxırıq. Xloroplastlar və ribosomlar üçün ortaq mülahizəni müəyyən edin. Yalnız bitki hüceyrəsində olur, yanlışdır. Yəni, ribosomlar bütün hüceyrələrdə var. İki membranlı quruluşa malikdir, yanlışdır, ribosom membransızdır. Üzvü maddə sintez edir, doğrudur. Hər ikisi də üzvü maddə. Xloroplastlar, məsələn, glikoza, ribosomda zülal. Hər ikisi də üzvü maddədir, C bəndi. Şəkildə sxemi verilmiş virusun quruluşunda rast gəlinmir. Bu virus RNA tərkibli virusludur. Aha, adenin azot əsası var, zülal var, ribozosu var, timin azot əsası DNT-yə məxsusdur. Buna rast gəlinməz. Ortofosfat turşusu qalığı var. Eukaryotlardan fərqli olaraq prokaryotlarda nüvə olmur. Elə A bəndi. Tərkibində nuklein turşusu olmur. Ribosomun tərkibində RNT var, xloroplastda DNT var, mitoxondrida DNT var, xromosomda DNT var, lizosomda yoxdur. Viruslar haqqında hansı mülahizə doğrudur? Viruslar bir nüvəlidir, səhvdir. Nuklein turşusu və zülalı olur, doğrudur. Virusların nuklein turşuları və zülala məxsusdur. Bütün canlı hüceyrələr üçün səciyyəvidir. Nüvə, xloroplast, ribosom. Bütün canlı hüceyrələr üçün səciyyəvi olanlar ribosomdur, C bəndi. Hüceyrədə zülal sintezini həyata keçirir. Ümumilikcə, zülal sintezini həyata keçirən ribosomdur. Bu da eləyir Y bəndi. İki hissəcikdən ibarət orqanoiddir. Baxın, iki hissəcik deyəndə böyük hissəcik ola bilər, bir də kiçik hissəcikləri ola bilər. Siz buna diqqətlə baxmalısınız. Məsələn, iki hissədən ibarət deyir, bir də hissəcikdən ibarət deyir. Baxın, xarici və daxili hissə desəydi, bunu siz xloroplastla mitoxondrini götürə bilərdiniz. Amma iki hissəcik deyir, yəni fərqli-fərqli hissəcikdən ibarətdir. Bu ribosomla hüceyrə mərkəzidir. Bitki hüceyrəsində olub, çoxhüceyrəli bitkilərin, çoxhüceyrəli heyvan hüceyrələrində olmur. Yəni, bitki hüceyrə, çoxhüceyrəli yəqin heyvan hüceyrəsində olmur deyil. Məsələn, burada endoplazmatik şəbəkə var, lizosom var, Golgi kompleksi var, amma plastidlə hüceyrə divarı çoxhüceyrəli heyvanlarda yoxdur. Burada plastid yoxdur, amma lizosomu var. Quruluş sxemi verilmiş orqanoid hüceyrədə bu Golgi kompleksidir, lizosom da Golgi kompleksində birləşir, yəni formalaşır. İlk dəfə hüceyrə terminini elmə gətirmişdir. Robert Hooke tərəfindən ilk dəfə hüceyrə termini elmə gətirilib. Karbon qazından istifadə edən hüceyrə orqanoidi haqqında hansı mülahizə səhvdir? Baxın, karbon qazından istifadə edən deyir. Karbon qazından istifadə edən xloroplastdır. İkiyə bölünmə yolu ilə çoxalır, doğrudur, çünki özünün DNT-si var. Maddələrin hüceyrə daxilində daşınmasını təmin edir, bu səhvdir. İki membranlı quruluşa malikdir, doğrudur. Fotosintez prosesini həyata keçirir, doğrudur. ATF sintez edir, doğrudur. Qranlarda hansı orqanoidin quruluş xüsusiyyətinə aiddir? Qranlar xloroplasta aiddir. Krisp çıxıntı deməkdir, mitoxondridir. Heyvan hüceyrəsinin xarici qılafi nə adlanır? Glikokalix. Xəzan vaxtı yarpaqdakı plasid, xəzan vaxtı yaşıl rəng, xəzan olanda palıda çevrilir. Yəni, xloroplast xromoplasta çevrilir. Matrix sitoplazmadan neçə lipid cərgəsi ilə ayrılır? Baxın, matrix əsasən aiddir mitoxondriyə. Bu fərz eləyin ki, bu qılafdır, bunun içərisində sitoplazmadır. Tutalım, bu da olsun mitoxondri. Bax, bu mitoxondri özü 4 membranlı olduğu üçün 2 lipid qatı 4 lipid cərgəsi ilə ayrılır. Karl Beer inkişaf etmişdir. Karl Beer mayalanmış məmələrin yumurta hüceyrəsini inkişaf etmişdir, A bəndi. Hüceyrənin canlı orqanizmin yanlış quruluş vahidi deyil və inkişaf vahidi olduğunu deyən yenə Karl Beer olmuşdur. Çünki mayalanmış yumurta hüceyrəni kəşf etdi. Qrafikdə hüceyrənin müəyyən bir orqanoidinin zamandan asılılıq qrafiki. Baxın, glikozanın miqdarı artır, fermentin miqdarı dəyişmir, suyun miqdarı azalır. Deməli, glikoza sintez edir. Bu da xloroplastdır. Hüceyrədə enerji mənbəyi adlanan orqanoid, enerji mənbəyi adlanan orqanoid mitoxondridir. ATF enerjisi. Səhli bitkilərin canlı yarpaq hüceyrəsində olmur. Canlı yarpaq hüceyrəsi deyil. Ümumilikcə, səhli bitkilər ali bitkilərdir. Onlarda da hüceyrə mərkəzi yoxdur. Bunu qarışdırmayın.
Golgi kompleksi öz quruluşuna görə hansı orqanoidə daha çox oxşuyur? Golgi kompleksi öz quruluşuna görə əsasən endoplazmatik şəbəkəyə oxşuyur. Birində sonunda qovuqçuqları var, birində yoxdur. Golgidə var, endoda yox. Cədvələ əsasən doğru fikri müəyyən edin. Bir membranlıdır, X, Y, Z plus. Yəni Z bir membranlıdır. Y 2 membranlıdır, Y də membransızdır. Gəlin baxaq. X orqanoidi əsas funksiyası bu mitoxondridir. Mitoxondridə membransız, yəni bu səhvdir, 2 membranlı olmalı idi. Z orqanoidi, Z məsələn nədir? Bir membranlı, bütün orqanoidlərində olan ribosomdur. Ribosom da bir membranlı deyil, bu da səhvdir. Y orqanoidi prokaryotlarda olmur. Baxaq, Y 2 membranlı, bəli, 2 membranlı prokaryotlarda olmur, C düzdür. X ali bitki hüceyrələrində olur, bu səhvdir. Məsələn, hüceyrə mərkəzdə membransızda, ali bitkidə olmur. Z orqanoidin əsas funksiyası hüceyrənin bölünməsidir. Hüceyrənin bölünməsi hüceyrə mərkəzdə, o da membransızdır, amma burada bir membranlı verib səhvdir. Sitoplazmaya daxil olan qida hissəciyinə yaxınlaşır, onu qarışıb tək həzm vakuoləmi, yəni qidanı yeyir də, bu aiddir lizosomun funksiyasına aiddir. Uyğunluğu müəyyən edin. Stroma, matrix, karyoplazma. Aha. Stroma nədir? Stroma xloroplastdır, yəni 1-ə uyğundur B. Matrix mitoxondridir, 2-yə uyğundur D. Karyoplazma nüvənin şirəsidir A. Sitoplazmada hüceyrənin şirəsidir C. Yəni buradan variantı özünüz tapa bilərsiniz. Eukaryot orqanizmlərdə hüceyrələrində xromosomlar bilavasitə yerləşir. Xromosomlar nüvənin tərkib hissəsində yerləşir. İstənilən hüceyrənin öz canlılığını qoruyub saxlaması üçün mütləq vacibdir. Əlbəttə ki, hüceyrə membranlı olması mütləq vacibdir. Həm bitki, həm heyvan hüceyrəsinə xas olan iki qat membranlı orqanoid mitoxondri. Müxtəlif lövhə şəkilli boşluqlardan kanalcıqlar və sonu qovuqcuqla qutarırsa, bu Golgidir. Qovuqcuq yoxdursa, bunu siz endoplazmatik şəbəkəyə götürə bilərsiniz. X hüceyrəsi mitoxondrilərin, Y hüceyrəsində ribosomların, Z hüceyrəsində isə xloroplastların sayının çox olduğu aşkar edilmişdir. Z hüceyrəsi avtotrof, xloroplast çoxdursa avtotrofdur, düzdür. Deməli, burada A variantı doğrudur. Hər üç hüceyrə bitkilərə məxsus ola bilər. Doğrudur da, hər üçü də bitkiyə məxsus ola bilər. Məsələn, mitoxondridə ola bilər, ribosomda ola bilər, xloroplast ola bilər. X hüceyrəsində hüceyrə tənəffüsü, mitoxondri çoxdursa, tənəffüs intensiv gedəcək, doğrudur. Y hüceyrəsi yalnız parazitlə qidalanır. Ribosomlar çox niyə ki? Məsələn, avtotrof canlılarda ribosom çoxdur. Onlar parazit yolla yalnız qidalanmır. Avtotrof yolla fotosintez edəcək. Deməli, səhvdir. Z hüceyrəsi xarici mühitdə oksigen xaric edir. Z nədir? Xloroplastlar çoxdursa, bəli, fotosintez prosesini həyata keçirib oksigen xaric edəcək. Bir qat membrana malikdir. Yəni, bir qatlı membranı siz tapmalısınız. Aha. Burada bir qatlı olan hansıdır? Xloroplast 2 qatdır, lizosom, Golgi, hamar endoplazmatik şəbəkədə nə var? Bir qatdır. Virusların zulal hissəcikləri kapsidi bilavasitə harada sintez olunur? Kapsid yoğuqluğu sahib orqanizmin ribosomunda sintez olunur, yebəndi. Verilmiş xəstəliklərdən hansını viruslar törətmir? Qripi törədir, hepatiti törədir, süçəyini törədir, qızılcanda, talasemiya qan xəstəliyidir. Hansı xəstəliyin törədicisi qeyri-hüceyrəvi, yəni virusdur? Bu da malik deyil. Quduzluq, çiçək, gicis, polimelit malikdir, vərəmi bakteriyalar törədir. O, hüceyrəvi quruluşa malikdir bakteriya, nüvəsizdir. Verilmiş quruluş sxemi hansı orqanoidə malikdir? Bu, mitoxondrinin quruluş sxemidir. Nüvə şirəsində olmur. Aha, sərbəst halda nüvə şirəsində olmayanı tapmalısınız buradan. Məsələn, ferment var, nüvəcik var, erintə var, sərbəst nukleotit var, sentriol nüvə şirəsində olmaz. Hüceyrəsində ribosomların fəallığın artması nəyin azalmasına? Amin turşuları birləşib zülal əmələ gətirəcək. Amin turşuların miqdarı azalacaq, zülalın miqdarı artacaq. İçərisində zülal, lipid və karbohidratları parçalayan deyirsə, bu lizosomdur və bir membranlı quruluşa malikdir. Mitoxondri və xloroplastlar özünə məxsus zülalları sintez edə bilir. Buna əsasən hansı yanlışdır? Daxilində ribosom var, bəli, ribosomu var ki, zülal sintez edir. Özlərinin amin turşularını sintez edə bilirlər, səhvdir. Zülal sintez edə bilirlər, amin turşusu yox. Daxili membranları qırışlıdır, doğrudur. Halqa şəkilli DNT doğrudur. Müxtəlif fermentlər olur, doğrudur.
Ahali bitki hüceyrəsində olmur. Hüceyrə mərkəzi ali bitki hüceyrələrinə məxsus deyil. Verilmiş viruslardan hansı insanda xəstəlik törətmir? Tütün mozaikası virusu. İnsanda xəstəlik törətmir. Çiçək törədir, polimerit törədir, A törədir, immun çatışmamazlığı da törədir. Amma adından göründüyü kimi tütün mozaikası tütünündə törədir. Yəni insanda xəstəlik törətmir. Göbələk hüceyrəsinin şəklinə əsasən uyğunsuzluğu müəyyən edin. Məsələn, burada Y-yə elə baxsaz plastit verib, göbələklərdə plastit yoxdur. Deməli, elə Y bəndi yanlışdır. Səhv mülahizəni müəyyən edin. Mitoxondriya malik hüceyrə xloroplastda ola bilər? Bəli. Bitki hüceyrəsi. Xloroplastlar nuklein turşularına malikdir? Bəli. Xloroplastlara yaşıl rəng verən xlorofil pigmentidir? Bəli. Mitoxondrilərin daxili hissəsi stroma adlanır? Səhvdir. Stroma xloroplastın daxili hissəsi adlanır. Xloroplast ikiyə bölünmə yolu ilə çoxala bilir? Bəli. Sxemə əsasən uyğunluğu müəyyən edin. Məsələn, L plus KM. L Holgi kompleksidir, bir membranlıdır, A bəndi doğrudur, yəni A-nı düz verib. M dənəvər endoplazmatik şəbəkə minus qoyub, amma plus olmalı idi, bir membranlı idi, demək bu səhvdir. K ribosom, ribosom membransızdır, burada minus olmalıdır. L hüceyrə mərkəzi minus olmalıdır, membransızdır. M lizosom, lizosom bir membranlıdır, plus olmalıdır. Deməli, bu da eləyir A bəndi. Daha sonra səhv fikri müəyyən edin. Qrip xəstəliyinin törədicisi, məsələn, virus. Əsasən tənəffüs yollarını zədələyir, düzdür. Qeyri-hüceyrəvi quruluşa malikdir, düzdür. Bölünmə yolu ilə çoxalır, bax bu səhv fikirdir. Hava damcı yolu ilə yayılır, düzdür. Hüceyrə daxili parazitdir, düzdür. Ekariot hüceyrədə günəş enerjisini, kimyəvi və rabitə enerjisinə çevirən orqan xloroplastlardır. Hüceyrənin hərəkət orqanoidi, sentriol, polisom, mitoxondri, lizosom. Hərəkət orqanoidi biz miofibril götürə bilərik. A bəndi. Daha sonra düzgün ifadəni müəyyən edin. B bəndi, miofibril. Hepatit B virusu keyfiyyətsiz qida vasitəsilə sahib orqanizmə daxil olur, səhvdir. Polimelit xəstəliyin törədicisi prokaryotlara aiddir. Polimelit xəstəliyinin törədicisi bakteriya da törədə bilər, virus da törədə bilər polimeliti. Yəni ona görə bunu götürə bilərəm. Qızılca xəstəliyi hüceyrəvi quruluşa malik canlılar türədir, səhvdir, malik deyil. Viruslar hüceyrə daxili parazitlərdir. Hüceyrə daxili da doğrudur. Virus hüceyrə daxili parazitdir. Burada doğrudur D bəndi. D bəndi doğru deyil. Çünki polimeliti daha çox viruslar törədir. Yəni bunu əvvəl köhnə kitablarda bakteriya kimi verirdi. Virus və bakteriya. Virus da gələk bakteriya qeyd edirdilər. Amma hal-hazırda yeni kitab əsasən virusdur. Viruslar hüceyrə daxili parazitdir. Burada D bəndidir, doğru variant. Cədvələ əsasən hansı hüceyrənin hüceyrələrdə fotosintez prosesinin getdiyini söyləmək olar. Xloroplastları çox olanlarda fotosintez prosesi gedir. Məsələn, hüceyrə divarı var. Hüceyrə divarı plus 2, 3. Birinciyə baxaq, hüceyrə divarı var. Ribosomu da var, xloroplastı yoxdur. Hüceyrə mərkəzi yoxdur. Deyir ki, hüceyrədə fotosintez prosesini getdiyini söyləyə bilərik. Xloroplast olsun ki, fotosintez getsin də, yəni biri götürməyəcəm. Xloroplast da burada 3-də var. Məsələn, burada 3-ü götürə bilərəm, çünki 3-də mütləq gedir. 2-yə baxsaq, mitoxondrisi də var. 2-yə. Hüceyrə divarı yoxdur. Hüceyrə divarı yoxdursa, bunu çıxıram. Heç 2 doğru variant deyil. 2-lər getdi. Daha sonra, burada 3-dür, bir də 4-ə baxaq. Hüceyrə divarı var, mitoxondrisi var, ribosomu var. Ancaq xloroplastı verib yoxdur, hüceyrə mərkəzdə yoxdur. Məsələn, mitoxondri, bunu heyvan hüceyrəsi kimi götürsəm, bu demək olar ki, fotosintez etmir. Amma hüceyrə divarı var, ribosomu var, xloroplastı yoxdur, amma xlorofil dənələri tutalım ola bilər ki, ola fotosintez prosesini həyata keçirə bilər. Bunu B bəndi kimi götürə bilərəm. Yəni 1-dən 3-ü. Bitki hüceyrəsində bilavasitə hüceyrə divarının altında yerləşir. Sitoplazma bitki hüceyrəsinin bilavasitə hüceyrə divarının altında, əlbəttə ki, bilirsiniz ki, plazmatik membran yerləşir. Sxemdə X-in yerinə yazıla bilər. Qeyri-üzvü maddələrdən glikoz da sintez eləyirsə xloroplastdır. ATF də sintez olunur, zülal da sintez oluna bilər. Açıq tipli test tapşırıqları.
Bitki hüceyrəsində su molekulu sitoplazmadan xloroplastın stromasına daxil olmaq üçün ən azı neçə lipid? Bax, fərz elə ki, bu hüceyrədir. Bu da xloroplastdır. Sitoplazmadan daxil olanda xloroplast özü 4 membranlıdır, 2 membranlıdır. 2 qatdan 2 membranlıdır. 4 cərgədən keçəcək. Bu da eləyir 4. Bitki hüceyrəsində karbon qazı sitoplazmadan xloroplastın stromasına daxil olmaq üçün ən azı neçə membrandan keçməlidir? İndi bitki hüceyrəsindən karbon qazı sitoplazmadan xloroplastın membranı. Xloroplast neçə membranlıdır? 2 membranlıdır. Ən azı 2 membrandan keçməlidir. Ekariot hüceyrəsinin plazmatik membranı ilə mitoxondrinin membranların birlikdə cəmi neçə lipid cərgəsi? Mitoxondrdə 2 membranlıdır, 4 cərgəsi var. Plazmatik membranda 2 cərgəsi var. Cəmi eləyir 6 cərgə. DND və RND və ribosoma sahib olan orqanoidləri seçin. 2 membranlılar, mitoxondri ilə xloroplastlar. Bitki hüceyrəsində plazmatik membran hansı üzvü birləşmələrdən təşkil olunub? Plazmatik membran lipidlərdən təşkil olunub, bir də zülallardan təşkil olunub. Aha. Daha sonra hansı hüceyrə orqanoidi karbohidratlar deyir, sintez edir? Karbohidrat sintezini soruşur bizdən. Burada xloroplast karbohidrat sintez eləyir, bir də hamar endoplazmatik şəbəkə. Həm virus, həm də bakteriyalara olur. Nuklein turşuları həm virus da var, həm də bakteriya, bir də zilallar. Ekariot hüceyrədə verilmiş hadisələrdən hansı mitoxondridə baş vermir? DNT kiləşə bilər, glikoza sintezi xloroplastdır, karbon qazının əmələ gəlməsi düzdür, nuklein turşularının sintezi. Karbon qazı əmələ gəlmir axı mitoxondridə. Səhvdir. 2 ilə 3. Nuklein turşu da sintez eləyə bilər, düzdür. ATF-də, amin turşuları da. Deməli, burada 2 ilə 2 dəqiqə gözləyin. Karbon qazının əmələ gəlməsi. Mitoxondri oksigeni tənəffüs edir, alır, karbonu əmələ gətirir. 3 doğrudur, eləyə bilir. Burada DNT-ni kiləşdirir, bax doğrudur. Yəni, 1-i götürürəm. Glikoza heç vaxt sintez eləmir, bu xloroplasta məxsusdur. Daha sonra, karbon qazı əmələ gətirir, doğrudur. Nuklein turşu da doğrudur, ATF-də, amma özünü amin turşusu sintez eləyə bilməz axı, zülal sintez eləyə bilər. Xloroplastlarda şəkildəki bitki əsasən hansı rəqəmlə verilmiş hissələrində yerləşir? Cavan bitkilərdə zoğda da yerləşə bilər, bir də yarpaqda da. 2 ilə 3-də. Hansı orqanoid özünü törədə bilər? 2 membranlı. Xloroplastla mitoxondri. Bütün hüceyrəvi quruluşa malik canlılarda olur. Plazmatik membran bütün hüceyrəvi quruluşda canlıda olur, bir də ribosom. Hamısında var bunlar. Universaldır, belə deyək. Lizosomlarda baş verə bilməz. Aha, gəlin baxaq. Lizosomda yağ, gliserin və yağ turşusuna parçalanır. Amin turşusu bu birləşmədir, olmaz. Karbon qazı su bu da birləşmədir, olmaz. Zülal amin turşusu parçalana bilər, düzdür. Glikoza birləşmə olmaz, lizosomda parçalanma olmalıdır. Eyler-Venn diaqramına əsasən uyğun gəlməyən, bax bu hissəyə uyğun gəlməyən, yəni ortaq xüsusiyyəti deyil. Hüceyrəvi quruluşa malik bütün canlılarda olur. Məsələn, hüceyrə divarın, bir də plazmatik membran. Hüceyrə divarı hamısında uyğun deyil axı. Məsələn, heyvanlarda glikokoleksdir, ona görə biri götürmürəm. Heyvan hüceyrələrində, yəni bir bura aiddir də, o da uyğun gəlməyəndir. Heyvan hüceyrələrində olmur, plazmatik membran olur, 2 də aiddir. Qılafın quruluşuna aiddir, 3 doğrudur, hər ikisidir. 2 lipid cərgəsi və zülallardan təşkil olunub, səhvdir, 1 lipid cərgəsi. 2 lipid cərgəsi və zülaldan. Plazmatik membran hə, amma hüceyrə divarı yox, deməli 4 də aid deyil. Fotosintez edici prokariot canlılarda olur, bu doğrudur. Bitki hüceyrəsində sellulozadan təşkil olunmuşdur, hüceyrə divarı, plazmatik membran yox. Yəni 1, 2, 4, 6-dır burada cavab. Hemosintez edici canlıda olur, doğrudur. Viruslarda olmur, doğrudur. Xloroplastların stromasında olur. Halqavari DNT-si olur. Daha sonra polisom qrupu ola bilər, bir də nişasta dənəciyi ola bilər. Mətndə buraxılmış sözlərin düzgün ardıcıllığını müəyyən edin. Aha. Mitoxondri ekariot hüceyrələr üçün xasdır. Yunanca mitos telsab, xondrion dənəvər deməkdir. O, 2 membranlı quruluşa malikdir. 2, 1, 6. Hüceyrəsində verilənlərin hansının olması bu hüceyrənin ekariot olduğunu sübut edir. 2 membranlı xloroplastlarla
Bir də nüvənin olması. 1-5. Uyğunluğu müəyyən edin. 1, 2, 3. Buradan müəyyən edin. Aha. Plazmatik membranın təzələnməsində iştirak edir Golgi kompleksi. Bir membranlı quruluşa malikdir hər ikisi. Membran üzərində ribosomlar yerləşə bilər endoplazmatik şəbəkə. Maddələrin daşınmasında iştirak edir hər ikisi. Hamar və dənəvər formalar var endoplazmatik şəbəkə. Uyğunluğu müəyyən edin. Qlaf, sitoplazma, bir də nüvə. Bunu belə sayaq, elə yazaq buradan. Aha. 1, 2, 3. Hüceyrənin daxili möhtəviyyatını təşkil edir. Bu sitoplazmadır. Daxili hissəsi plazmatik membran adlanır. Bu qlafdır. Prokaryotlarda olmur, nüvə olmur. Hüceyrənin digər hüceyrələr və mühit ilə əlaqəsini təmin edir. Qlaf viruslara aid olur. Heç biri. Qlaf, sitoplazma, nüvə virusda yoxdur. 1, 2, 3. İkincini yazaq. Hüceyrədə karbon 19, yəni karbon qazının daha çox hissəsini istifadə edir. Bu xloroplast olacaq fotosintez prosesində. Daxili maye mühiti matriks adlanır. Bu əsasən aiddir daxili maye mühiti matriks adlanır, mitoxondridir. Plazmatik membranın təzələnməsində iştirak edir. Bu da Golgi kompleksidir. 1-ə A, 2-yə Y, 3-ə D.